Sumqayıt bu gün sürətlə inkişaf edən, müasir infrastrukturu, abad küçələri, park və xiyabanları, səliqəli ictimai məkanları ilə seçilən şəhərlərdən biridir. Şəhərin gündən-günə gözəlləşən simasında həyata keçirilən geniş miqyaslı abadlıq işləri ilə yanaşı, təmizlik və sanitariya məsələlərinə də göstərilən xüsusi diqqət də mühüm rol oynayır. Son illər Sumqayıt şəhərinin təmizliyinin qorunması, tullantıların vaxtında daşınması, küçə və prospektlərin, yaşayış massivlərinin, park və xiyabanların daim səliqəli vəziyyətdə saxlanılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bu işlərin təşkilində Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinin şəhərin təmizliyinə və abadlığına göstərdiyi diqqət və qayğı xüsusi əhəmiyyət daşıyır. İcra Hakimiyyəti rəhbərliyi tərəfindən verilən tapşırıq və tövsiyələrə uyğun olaraq şəhərin bütün ərazilərində təmizlik və abadlıq işləri daim nəzarətdə saxlanılır. Mövcud problemlərin operativ şəkildə aradan qaldırılması üçün zəruri tədbirlər görülür. Məqsəd isə aydındır. Sumqayıtın hər bir küçəsinin, hər bir prospektinin, hər bir yaşayış massivinin və ictimai məkanının təmiz, səliqəli və baxımlı vəziyyətdə olması. Bu istiqamətdə görülən işlərin miqyası rəqəmlərdə də öz əksini tapır. 2015-2026-cı illər ərzində Sumqayıt şəhər Təmizlik Departamentinə 40 ədəd müxtəlif təyinatlı texnika alınıb. Eyni dövrdə şəhərin təmizlik təsərrüfatının daha səmərəli təşkil olunması məqsədi ilə 6000 ədəd tullantı konteyneri əldə edilib. Şəhər ərazisində 16 yeni tullantı məntəqəsi tikilib, mövcud məntəqələrdə isə cari təmir və abadlıq işləri aparılıb. Bütün bunlar şəhərin təmizliyinin daha müasir və effektiv şəkildə təmin olunmasına, tullantıların vaxtında daşınmasına və sanitariya vəziyyətinin daha yüksək səviyyədə qorunmasına imkan yaradır. Bu gün Sumqayıtın müxtəlif ərazilərində çalışan təmizlik əməkdaşlarının fəaliyyəti səhərin ilk saatlarından başlayır və gün ərzində fasiləsiz davam edir. Küçə və prospektlər süpürülür. Məişət tullantıları operativ şəkildə daşınır. Tullantı konteynerləri boşaldılır. Onların ətrafı təmizlənir. Park və xiyabanlarda, yaşıllıq zolaqlarında, istirahət məkanlarında və yaşayış binalarının ətrafında səliqə-səhman işləri görülür. Təmizlik işlərinin mühüm istiqamətlərindən biri də tullantı konteynerlərinin daim nəzarətdə saxlanılmasıdır. Təmizlik Departamentinin əməkdaşları tərəfindən konteynerlər gün ərzində mütəmadi şəkildə boşaldılır. Onların ətrafı xüsusi texnikalar vasitəsilə yuyulur və bundan sonra dezinfeksiya işləri həyata keçirilir. Bu tədbirlər şəhərdə sanitariya-gigiyenik vəziyyətin yüksək səviyyədə qorunmasına, ətraf mühitin çirklənməsinin qarşısının alınmasına və sakinlərin daha sağlam və rahat mühitdə yaşamasına xidmət edir. Sumqayıtın təmizliyi yalnız adi günlərdə deyil, bayram və istirahət günlərində də daim diqqətdə saxlanılır. Şəhər sakinlərinin bayram günlərində rahat şəkildə istirahət etməsi, küçə və prospektlərdə, park və xiyabanlarda səliqə-səhmanın qorunması üçün Təmizlik Departamentinin əməkdaşları xidməti fəaliyyətini fasiləsiz davam etdirir. İnsanların evlərində bayram süfrəsi arxasında istirahətdə olduğu saatlarda belə şəhərin təmizliyi üçün çalışan insanlar öz vəzifələrinin başındadılar. Hava şəraitinin çətin olduğu günlərdə də vəziyyət dəyişmir. Qarlı, çovğunlu, küləkli və soyuq havalarda şəhərin təmiz saxlanılması üçün əlavə qüvvə və xüsusi texnika cəlb olunur. Küçə və prospektlərdə operativ işlər görülür. Bu şəhər təsərrüfatının fasiləsiz və çevik idarə olunmasının, eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyinin məsələyə verdiyi önəmin bariz göstəricisidir. Bu zəhmətin əsas yükünü isə hər gün şəhərin müxtəlif ərazilərində çalışan Təmizlik Departamentinin əməkdaşları daşıyır. Onlar bəzən səhər saatlarında, insanların əksəriyyəti hələ yuxuda olarkən işə başlayır, bəzən isə şəhər sakinləri istirahət etdiyi vaxtda öz fəaliyyətlərini davam etdirirlər. Onların gördüyü iş bəlkə də hər gün göz önündə olmur, lakin nəticəsi hər bir küçədə, hər bir parkda, hər bir ictimai məkanda özünü göstərir. Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən şəhərin təmizliyinə göstərilən diqqət də məhz bu prosesin sistemli şəkildə həyata keçirilməsinə imkan yaradır. Təmizlik sahəsində maddi-texniki bazanın gücləndirilməsi, yeni texnikaların alınması, tullantı konteynerlərinin sayının artırılması, yeni tullantı məntəqələrinin yaradılması, mövcud məntəqələrin təmiri və abadlaşdırılması, şəhərin sanitar vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş mühüm addımlardır. Bu tədbirlər göstərir ki, şəhərin təmizliyi məsələsinə yalnız gündəlik təsərrüfat işi kimi deyil, Sumqayıtın ümumi inkişafının mühüm
tərkib hissəsi kimi yanaşılır. Bu gün Sumqayıtın təmizliyi və səliqəsi həm şəhər rəhbərliyinin diqqətinin, həm düzgün təşkil olunmuş işin, həm də minlərlə insanın zəhmətinin nəticəsidir. Sumqayıt gündən-günə daha da gözəlləşir, daha da abadlaşır və Azərbaycanın nümunəvi şəhərlərindən biri kimi öz mövqeyini daha da möhkəmləndirir. Şəmsistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.